Beethoven'in fortepiano sonataları. Böyük virtuoz improvizələrinin görünməmiş gücü ilə müasirlərini heyran edən Beethoven, fortepianoda yüksək dərəcədə ifaçılığa malik olduğundan, alətin imkanlarından artıq çalğı texnikasını nümayiş etdirməyi bacarırdı. Əgər simfoniya Beethoven üçün monumental niyyətlər və geniş bəşəri məsələlər sahəsi idisə, fortepiano üçün sonatalarda bəstəkarın insan həyatının daxilinə mümkün qədər dərinliklərinə daxil olması üçün bir vasitə idi. Fortepiano sonataları üzərində bəstəkar bütün yaradıcı həyatı boyu işləyərək özünün bədii axtarışlarının dinamikası haqqında tam təsəvvür yaradır. Üçüncü simfoniyanın yaranması haqqında düşüncələrinin doğulduğu dövrə qədər Beethoven artıq 20 fortepiano sonatasının müəllifi idi. Bu sonatalar yaradıcılıq fikirlərini və onların həll müxtəlifliyi ilə zəngin idi. Beethovenin dramatizmi 50-ci opusdakı sonatalarda ən yüksək nöqtəyə çatmışdır. Bu yüksəkliyin zirvəsində apasionata durur. Müxtəlif yaradıcılıq mərhələlərində yazılan əsərlərdə olan dərin fərqlər Beethovenin özünün düşüncəsindəki dəyişikliklərlə bağlıdır. Buna misal kimi, sonata silsiləsinin traktovkasındakı dəyişikliyi, yazı tərzi, musiqili obrazların xarakterini göstərmək olar. İlk opuslarda sonata silsiləsində 3 hissəli ilə 4 hissəli quruluş arasında tez-tez baş verən tərəddüdlər müşahidə edilirdi. 50-ci opusdan başlayaraq 3 hissəli quruluşun tədricən sıxılma tendensiyası sonradan 2 hissəli sonataların yaranması ilə nəticələndi. Son dövrlərin sonataları üçün hər bir kompozisiya planının fərdləşməsi səciyyəvidir. Artan lirik motivlərin rolunda son sonataları bu dövrdə çiçəklənən kompozisiya sərbəstliyində romantizm cərəyanının xüsusiyyətlərini daşıyırdı. Son opuslarda lirikləşmə prosesi sonata silsiləsinin daha çox təsirli dramatik birinci hissələrini əhatə edir. La major, mi major, la bemol major sonatalarının mövzularını nümunə göstərmək olar. Son opusların sonataları üçün isə Beethovenin polifonik formalara və inkişafın polifonik üsullarına ayırdığı diqqət və yer səciyyəvidir. Fortepiano sonatasında silsiləli əsər məsələsinin həlli simfoniyada olduğu kimidir. Beethovenin axtarışları hisslərin birliyi və uyğunluğunun suitalı prinsiplərinin birdəfəlik aradan götürülməsinə, bütün kompozisiyanın daha davamlı birliyinə aparan daxili əlaqələrin möhkəmləndirilməsinə yönəlir. Yaradıcılıqlarında klavir sonatası köməkçi xətt olan Haydndan və Mozartdan fərqli olaraq Beethovendə fortepiano sonatası simfoniya qədər əhəmiyyət daşıyırdı. Lakin çox vaxt bəstəkarın niyyətləri, onun düşündükləri müasir alətin texniki imkanları ilə ziddiyyət təşkil edirdi. Bununla belə fortepiano sahəsində Beethovenin uğurları ölçüyə gəlməzdir. Bir çox ifadə vasitələrinin məcmusu ilə 19-cu əsr pianizminin dəbdəbəli çiçəklənməsi üçün faydalı əsas olan keyfiyyətcə yeni fortepiano stili yaranır.